Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 92, 91, 170 marşrutlarından 250-300 metr məsafədə yola yaxın ərazidə şəxsi inşa olunmuş 2 mərtəbəli 4 otaq plus 1 mansar 5 otaqla olmaqla bir gözəl tam təmirli həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram. Bax, bu ev hardasa 200 saata yaxın torpaq sahəsində inşa olunub, sənədi, qeydiyyat, propiska olacaq. Yəni, nəzərinizə çatdırım ki, qeydiyyat üstündə sizə köməkli göstərəcək. Gördüyünüz kimi, bu evin xarici görünüşüdür. Evin hər tərəfləri demək olar açıqdır, havalanmaya tam uyğundur. Həyətinə rahat 2 maşın daxil ola bilər. Hasarları belə mozaika ilə belə üzlənib. Gördüyünüz kimi də kombisi, pitmutkası ayrı-ayrıdır. Həyətində belə bulağı var. Buradan da belə bir ətraflı bir dənə belə çəkirəm. Gördüyünüz kimi də rahat həyətinə 2 maşın daxil ola bilər. Keçən də evin içi ilə tanış olaq, hörmətli izləyicilər. Buradan daxil oluruq evin içinə girən kimi. Ev tam təmirli evdir. Ev sahibi özünə təmirlətdirir. Nəzərinizə çatdırım ki, hörmətli izləyicilər, evin keyfiyyəti də gözəldir. Şəxsi təmir olunmuş bir evdir. Demək ki, keyfiyyətli materiallardan istifadə olunub. Gördüyünüz ki, bax, bura 4 metrdən çox zalın enidir. Uzunluğu da 7 metrdir. Haradasa 40 kvadrata yaxındır. Gördüyünüz kimi evin təmiri gözəl, ev sahibi özünə təmin etdirir, pəncərələri geniş, əlverişli, ürək açan. Bax, belə də bir dənə belə çəkirəm. Ev həqiqətən ideal vəziyyətdədir. Buradan daxil oluruq sanuzeli hissəsinə. Sanuzeli gördüyünüz kimi təmir vəziyyətdədir. Duş kabinlə, moderator hamısı qaydasında. Hörmətli izləyicilər, nəzərinizə çatdırım. Demək, ev qoşa daşdan tikilib, quruqaboy. Buradan da keçirik mətbəx hissəsinə. Mətbəxi də genişdir, haradasa 3.50-ni 5.50-yə 6 metrə yaxındır. Yuxarılar asma tavandan yığılıb, mətbəx mebelləri, kombilər evin üstündə qalır. Demək olar, gördüyünüz kimi bütün evlərdə olduğu kimi evin üstündə qalır. Hətta belə kronkalar belə açılmayıb. Yəni, elə çox istifadə olunmayıb, hörmətli izləyicilər. Gördüyünüz kimi də bura mətbəx hissəsidir. Qiymətdə münasibdir, çox baha deyil. Çox yaxşı da qiymətə verilir, sonra da qiyməti nəzərinizə çatdıracağım. Aşağıda bir zal, bir mətbəx. Ağ qapılar, öncə qapılarda keyfiyyətli qapılar, yəni elə belə qapılardan deyil, bahalı qapılardan istifadə olunub. Pləkanları da səliqəli qapılardan, yəni pləkanlar səliqəli yığılıb, gördüyünüz kimi də evin təmirdə qaydasındadır. Evdə çox yaşayış olmayıb, həqiqətən. Bax, qalxırıq buradan yuxarı. Qalxan kimi burada bir dənə yataq otağıdır. İndi oturacaq otağı kimi istifadə edirlər. Hal-hazırda gördüyünüz kimi bura bir yataq otağı. Burada yuxarıda 2-ci mərtəbənin sanuzeli, yuxarılar asma tavandan yığılıb. Gördüyünüz kimi moderator burada. Demək, sol sağda burada bir dənə geniş yataq otağıdır. Təxminə hardasa 3.50-nin 5 metrədir. Otaqları həqiqətən çox genişdir, ürək açandır. Kim istəsə, aboylar da sağlam vəziyyətdədir. Təzə, yəni hər şey qaydasında, təmir qaydası. Kim istəsə öz zövqünə uyğun aboylar dəyişə bilərlər. Başqa, amma evin təmirində problem yoxdur. Sonda da burada bir 20-25 kvadratlı bir yataq otağıdır. Gördüyünüz kimi bu da bir geniş yataq otağı. Bax, böyrünə başına baxın, şkaf qoyulub. Hörmətli izləyicilər, bax, gördüyünüz kimi evdə də nə mebellər varsa hamısı qalacaq. Artıq bir də televizorları götürəcəklər, televizor götürəcəklər. Qalxırıq buradan yuxarı. Demək olar, evdə nə əşyalar var, onlar da qalacaq. Yəni, heç götürməyəcək yiyəsi. Burada geniş bir yuxarı mansardır, gördüyünüz kimi. Demək,
4 otaq, bir də mansar. Mansar da yığılıb, izolyasiya olunub. Yəni bunu nəzərinizə çatdırım ki, hər şey qaydasındadır. Burada da bir dənə balaca bir otaqdır, bir şeydir, artıq əşyalar yığmaq üçün. Artıq əşyaları buraya yığmaq üçün. Hörmətli izləyicilər, gördüyünüz kimi, nə varsa hamısı təqdimatda sizə çəkdim, göstərdim. Kimlərsə evin satmaq istəyirsə 055 389 38 08 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymət evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Abunə olmağı unutmayın, bəyənməyi unutmayın. Zəng vuran zamanda kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Yenə qeyd edirəm, 92, 91, 170 marşrutlarına 250-300 metr məsafədə 5 dəqiqəlik piyada yoldadır. Yəni 5 dəqiqəlik yol məsafədir. Qiymət də, hörmətli izləyicilər, qeydiyyatla da olacaq. Yəni nəzərinizə çatdırım, propiska eləməyinə köməklik göstərəcək. 165.000 start qiymətdir. İndirim olmağına olacaq. Hörmətli izləyicilər, birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözü ev sahibi deyəcək, hörmətli izləyicilər. Yəni bunu nəzərinizə çatdırım. 165.000 start qiymət endirmədə olacaq. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah halana da xeyir versin, Allah satına da. Amin.